Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Mən indi sizə bu günləri Rusiya dövlətinin növbəti bir murdar, çirkin əməlindən danışacağım. Yəni, bu əməl nədir? Yəni, 100 illər boyunca biz bu Rusiyanın bizə qarşı olan bu hərəkətlərini, Türk dünyasına qarşı olan bu inanılmaz çirkin əməllərinin şahidi olurum. Bugün nəyin şahidi olurum? Baxın, demək Hindistandan Rusiyaya böyük bir axım başlayıb. Hardasa indi onların özlərinin ekspertlərinin deməyinə görə, hardasa ilin axırına qədər, yəni bir 2-3 gündən sonraya qədər 100 minə yaxın Hindistandan gələn migrantı qəbul edəcək Rusiya. Və indi hal-hazırda gələnləri də görün hara yerləşdiriblər. Demək, Rusiyadan o qovulan, deportasiya olunan taciklərin və qırğızların qaldığı yataqxanalara Hindistanlıları yerləşdirirlər. Sizə bu Tacikistan, bu Qırğızstandan gələnlər nə eləmişdi? Bax, Rus dilində də hamısı danışırlar, 70 il bir yerdə yaşamışdılar, bir-birinin xüsusiyyətlərini, milli xüsusiyyətlər hamısı bir-birini tanıyırlar. Siz Ruslar onları, onlar sizləri niyə qovdunuz? Və qovursunuz, sanki sistemverici bir hərəkətdir, Hindistanları gətirsin. İnşallah ümid edirəm ki, Moskvanın küçələrində Hindistanın o mundar yeməkləri yaxın bir günlərdə nümayiş etdiriləcək və Ruslar həmin o, çox üzr istəyirəm sizinlə, o adam nəzisindən fərqli olmayan o Hindistanın küçə yeməklərinin dadacaqlar o Ruslar. Və bunlar hamısı da bilirsiniz, bu bumerang effekti daşıyır bu Rusiya üçün. Yəni, Rusiya elədiyi hərəkətlərə görə, bax, bu formada da cavablandırılacaq. Yəni, bumerang effekti. Yaxın günlərdə görəcəksiniz Rusiyanın vəziyyəti necə olacaq. İnşallah, Allahdan təmənnamız budur ki, Rusiyanın küçələri bütün Hindistanlarla dolsun. Biz onu təmənna eləyirik. Amma bizi isə incidən, bizə isə yer eləyən məsələ bayaq dediyim məsələdir. Adama o qədər bilirsiniz, pis təsir eləyir ki, yəni bizim üzümüzə gülüblər hər zaman, həmin bu Ruslar, bizim arxamızca min oyunlardan çıxıblar. İndi isə Azərbaycanlılara əziyyət verirlər, deportasiya edirlər. Demək, keçmiş SNG dövlətlərinin vətəndaşları, SSR dövlətlərinin vətəndaşlarını deportasiya edirlər, onları əvəz edirlər, görün kimlərlə, nə demək istəyirlər, nə eləmək istəyirlər. Bu Putinin başı gedib. Söhbət Putindən getmir. Biz məsələn, Rusların nə qədər qəddar, nə qədər bu inanılmaz çirkin mundar xüsusiyyətlərə malik olduğunu biz hər birimiz bilirik. Yadınıza bir şey salım sizin, o Dudayevlə bağlı, Cövhər Dudayev, Çeçenistanın rəhmətli o prezidenti, Ruslar haqqında bir hardasa bir 4-5 dəqiqə fikir bildirib. İnanın ki, nə qədər gözəl fikir bildirib, mən ona o qədər razılaşdım ki. Və bu günləri çox məyus edici haldır ki, bu günləri Rusları bizimkilərdən müdafiə edən var, nəinki müdafiə edənlər var, hətta gedib Rus tərəfindən Ukraynaya qarşı döyüşən Azərbaycanlılar da var. Bunlar niyə ayrılmırlar? Niyə görə bu bizim bu millətdə bu qədər, bu necə deyərlər, bu yatıbları, bu geri zəkalılıq deyirəm, millətə demirəm, başqa cürə, bəzilərinə, həmin o adamlara deyirəm. Deyirəm ki, bu geri zəkalılıq bu bizim millətin o bəzilərində niyə görə var və bu davam edir? Niyə ayrılmırlar? Niyə görmürlər? Nəydən ötürü ölürsən? Ay insan, kimdən ötürü vuruşursan?
Sən bəyəm görmürsən, bu günləri Rusiyada heç bir qazanc yeri yoxdur. Bizim Azərbaycanlılar da yaman gündə sürünürlər orada. Və onları heç sürünməyə də imkan vermirlər, küçəyə çıxa bilmirlər. Bu boyda zülüm zillətin içərisində, amma durub Azərbaycana gələndə görürsünüz, elə yekə danışırlar, gəlirlər bura. Bunlar elə bilir ki, bizim bunların oradakı yaşayışından xəbərimiz yoxdur. Rusiyanın qeyri-millətlərin qanını içib, siz baxmayın ki, orada bir neçə müddət qeyri-ruslar işləyiblər, pul qazanıblar, filan eliblər, amma onu biləsiniz ki, əgərləri, məsəl üçün, deyək ki, indi o deportasiya olan Qırğızı, Taciki və digər millətləri, əgər onlar oradan 1 manat pul qazanıblarsa, qazandığının 100 manatını Rusa həm vergi şəklində, həm reyketliyə ödəniş şəklində bu formada ödəyiblər, dökülüblər, söyülüblər, küçələrdə yatıblar, yeşik taxtaların üstündə gələn qazanclarını da Ruslar alıblar əlindən. Yenə təkrar elə, ya dövlətə vergi şəklində, ya da onların o reyketləri, banditlərini gəlib bunlardan ödəniş alıblar. Bu şəkildə. Yəni, biz çox gözəl bilirik ki, bunların yaşayışı da, dolanışıqda necə olub burada. Mən heç bir şey deyə bilmərəm buradan. Yəni, bizim əlimizdən nə gəlir ki? Bizim əlimizdən bir dənə o gəlir ki, Rusiyaya qarşı Azərbaycan prezidenti Cənab İlham Əliyevin qoyduğu sərt mövqeyini alqışlayırıq. Alqışlayırıq. Bizim prezidentimizdən, bizim bu dövlətin başçısından İnanın ki, mən sizə 100% əminliklə deyirəm. Baxın, indi orada yazacaqlar, nəm yaltaqlanıb, mən yaltaqla salım yoxdur. Heç yerdə işləmirəm, işsizəm. Bu yaşa gəlib çatmışam, bir dənə yerdə qol çəkib 10 manat əmək haqqı da almamışam. Heç bu gün də almıram da. Mən sizə deyirəm ki, bu dəqiqə hal-hazırda Azərbaycan prezidentindən demək, dünyanın ən ağıllı liderlərinin sırasında Azərbaycan prezidenti İlham Əliyev də var. Rusiyaya qarşı İlham Əliyevin qoymuş olduğu sərt mövqeyini Azərbaycan ölkə ictimaiyyətinin nümayəndələri olaraq dəstəkləyirik və onun bu siyasətdə yanında, arxasında durmağa davam eləyəcəyik. Rus milləti ilə, ay Azərbaycanın türkləri, ay mənim gözəl millətimin bəziləri, biraz oyanın. Nə qədər tez oyansaq, bir o qədər özümüzə gələcəyik. Dövlətimizdən, millətimizdən, dövlətimizin rəhbərliyindən müğayət olun, onları qoruyun ki, yaxşı olsun hər şey. Onlar yaxşı olacaq, olanda biz də yaxşı olacaq. Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun.